Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən Biologiya OTK 20 sınaq testindən 5-ci sınağın 13-cü sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, dölsüzlüyü Karpachenko metodu ilə aradan götürülən növ arası hibridin tetraploid xromosom dəsti 56-ya bərabərdir. Bu hibridin əmələ gəlməsində iştirak edən bir bitkinin spermində 7 xromosom olarsa, digər bitkinin rüşeym kisəsindəki 2 qat mayalamada iştirak etməyən hüceyrələrin cəmi neçə xromosomu olar? Əgər biz bilirik ki, dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırıldıqda diploid xromosom dəstinə malik olan bitkilərin birləşməsindən 4N xromosom dəsti olur. Yəni 4N-i 56-ya bərabərdirsə, bu iki bitkinin birləşməsindən əmələ gəlir. Birinin bir spermi 7 xromosomdursa, yəni N bərabərdir 7 isə, onda 2N bərabərdir 14 olar. Demək, bir bitkinin xromosom dəsti 2N-i 14-ə bərabərdir. İkincininki isə 56 çıxaq 14 bərabərdir 42 olar. Demək, ikinci bitkinin diploid xromosom dəsti 42-yə bərabərdir. Əgər 2N-i 42-yə bərabərdirsə, N bərabərdir 21 olur. Biz də bilirik ki, rüşeym kisəsində 4 hüceyrə olur, 8 hüceyrə olur haploid xromosom dəstinə malik. 4-ü bir qütbdə, 4-ü isə bir qütbdə olur. Hər qütbdən biri gəlir, mərkəzi hüceyrəni əmələ gətirir. Və bir qütbdə də yumurta hüceyrə mayalanmağa hazır olur. Amma bir qütbdən 3-ü, bir qütbdən də 2-si, yəni 5 hüceyrə, 5 N xromosom dəsti mayalamada iştirak etmir. N xromosom dəsti 21 olduğu üçün 21-i vururuq 5-ə, bərabərdir 105. Demək, 105 hüceyrədə mayalanma prosesi getmir. Cavabımız olur 105, yəni D variantı.